Əllamə Təbətəbai deyirdi ki, alimin sözü müstəqil dəlil deyil. Dəlil yalnız Qur'andır və Əhl-i Beytin sözləridir. Alim sadəcə bu iki mənbəni anlamağa vasitədir. Bu sayədə bəziləri irad tutur ki, əgər həqiqətin mənbəyi məsumlardırsa, niyə alimlərin sözləri danışılır? Məsumların sözləri çoxdur, amma onları anlamaq hər insan üçün eyni dərəcədə asan deyil. Məsələn, Əli əleyhissalam buyurur ki, mən görmədiyim Allaha ibadət etmərəm. İndi zahiri baxışla bu söz insanı çaşdıra bilər. Çünki dərhal belə sual yaranır. Allah görünməzdir. O halda İmam Əli əleyhissalam necə deyir ki, mən görmədiyim Allaha ibadət etmərəm? Əllamə Təbətəbai bu kəlamın izahında yazır ki, burada görmək qəlbin idrakidir. Yəni insan o qədər iman və mərifət qazanır ki, Allahın varlığı onun üçün şübhə mövzusu olmur. Yəni mən Allahı gözlə yox, qəlbin həqiqi idraki ilə tanıyıram. Buna görə də ariflər deyir ki, məsumun bir cümləsi bəzən bir kitab qədər məna daşıyır. Şəhid Mürtəza Mütəhərri deyirdi ki, əgər hər kəs Qur'an və hədisi öz başına şərh etsə, hər evdə ayrı bir din yaranar. Bu alimlərimizin elmi kökü İmam Cəfər Sadiq əleyhissalamın məktəbinə dayanır və həmin məktəbin tələbələrinin tələbələri sayılır. Digər məsələ alimlərin fikirlərinin bir-birindən fərqli olması bu təbii haldır. Lakin bu o demək deyil ki, onlar məsumlardan ayrı danışırlar. Məsələn, bir Qur'an ayəsini 100 alim oxuyur, amma hər biri başqa bir tərəfini izah edə bilər. Əllamə Təbətəbai deyirdi ki, məsum günəş kimidir, alim isə pəncərə. Günəşi pəncərədən görürük, amma işığı günəşdəndir. Bir çoxumuz Nəhcül Bəlağə və hədis kitabları, Peyğəmbər sallallahu və Əhl-i Beyt əleyhissalamın haqqında mənbələr barədə müəyyən qədər məlumatlıyıq. Amma bəzən həmin həqiqətlərin müasir dildə izahına ehtiyac olur. Alimlərin özləri deyirdi ki, biz yeni bir söz demirik, sadəcə məsumların dediyi həqiqətləri anlamağa çalışırıq. Bizim inancımıza görə məsumiyyət yalnız müəyyən şəxslərə verilmiş ilahi bir məqamdır. Yəni məsum olmaq o deməkdir ki, günah və səhv etmirlər, dini məsələlərdə yanılmırlar və Allah tərəfindən xüsusi qorunurlar. Bu ilahi bir qorunmadır, insanın öz səyi ilə əldə etdiyi bir şey deyil. Lakin irfan alimləri özləri deyirdi ki, biz məsum deyilik. Məsələn, Ayətullah Həsənzadə Amuli haqqında tələbələri deyirdi ki, onun həyatında açıq bir günah və ya səhv görmədik. Bu sadəcə o deməkdir ki, insan çox diqqətli yaşayır, günahdan çox uzaq idi və nəfsinə nəzarət edirdi. Yəni insanlar zahirdə səhv görmürdülər. Maraqlıdır ki, böyük ariflər heç vaxt özlərini böyük göstərmirdilər. Məsələn, Əllamə Təbətəbai deyirdi ki, əgər Allah insanı öz halına buraxsa, alim də səhv edər. Onlar özlərini həmişə təhlükədə olan insan kimi görürdülər. Adi insan səhv edəndə fərqinə gec varır və nəfsinə tez uduzur. Arif isə nəfsini daima müşahidə edir, səhvini tez anlayır və dərhal tövbə edir. Buna görə də onların həyatında səhvlər çox az görünür. İrfan alimləri deyirlər ki, insan nə qədər kamilləşsə belə məsum olmur. Sadəcə onun nəfsi zəifləyir və ruhu güclənir. Bu səbəbdən böyük ariflər belə deyərdi: məsum günah edə bilməz, arif isə günah etməməyə çalışır.